Salam, hər vaxtınız xeyir olsun. Bugün paylaşdığım sualların izahına baxaq. Birinci testimizdə in which option is the modal verb could misused? Aşağıda verilmiş versiyalardan hansında could modal feili yanlış işlənmişdir? I could hear someone knocking at the door. Kiminsə qapını döydüyünü eşitdim. Burada yanlışlıq yoxdur. Çünki zehni bacarıq ifadə edən feilləri keçmişdə could-la vermək normaldır. She could become a great scientist one day. O bir gün böyük bir alim ola bildi. Burada da bir yanlışlıq yoxdur. Could you open the window please? Pəncərəni aça bilərsəm zəhmət olmasa nəzakətli xahiş formasında could feilini bu cür işlətmək olar. He studied hard so he could pass the exam yesterday. Bəli, bu variantda deməli belə bir qayda var ki, əgər keçmişdə bir dəfə üçün doğru olan, yəni bir dəfə baş vermiş hərəkətlər üçün biz həmin situasiyadan çıxmağı bacardıqsa və ya bacarmadıqsa, o zaman could yox, əvəzinə to be able to ifadəsi işlənməlidir. He studied hard so he was able to pass the exam olmalıdır. Çünki imtahandan dünən bu bir dəfə üçün olmuş hadisədir və modal feilin could-un yanlış işlənməsi, yəni düzgün işlənməməsi variantı D variantındadır. When I was younger, I could run fast. Mən gənc olanda sürətli qaça bilirdim. General ability, yəni ümumi bacarıq ifadə edirsə, o zaman could-u belə keçmişdə işlətmək olar. İkinci testə baxaq. Which option is wrong? Hansı versiya yanlışdır? I would rather stay at home tonight. Would rather'dan sonra bare infinitive gəlir. A variantı doğrudur. You had better to finish your homework. Eyni ilə you had better'dən sonra da bare infinitive, yəni to-suz feil gəlməlidir. Yanlış versiyamız B bəndidir. She seems to understand the problem. Burada yanlışlıq yoxdur. He made me laugh during the meeting. Made someone to-suz feil formasında kompleks object tərkibində burada da yanlışlıq yoxdur. They are used to working late. Onlar gec işləməyə vərdiş etmişlər. To be used to vərdiş etmək mənasındadır. To burada preposition olduğuna görə özündən sonra gerund gəlib. Ona görə Y variantı da doğru versiyadır. Növbəti testə baxaq. In which variant is the question tag misused? Tag question hansında yanlış istifadə olunubdur? Ona baxarıq. Pass me the salt, will you? Əmr cümlələrinin sonunda tag will you verilə bilər. Bu doğrudur. Let's go for a walk, shall we? Let's ilə başlayan əmr cümlələrinin sonunda shall we verilir. Bu da doğrudur. She has little interest in sports, doesn't she? Onun idmana həddən çox az marağı var. Elə deyilmi? Little negativ məna ifadə etdiyi üçün tag inkarda yox, təsdiqdə olmalıdır. Ona görə yanlış versiyamız C bəndidir. Yəni does she olmalıydı. Sit down for a moment, would you? Əmr cümlələrinin sonuna would you da deyə bilərik. D variantı da doğrudur. Give me a hand with this. Can you? Eyni ilə can you da demək olar əmr cümləsinin sonuna. Y variantı da doğrudur. In which option is the negation of the given sentence used correctly? Aşağıda vermiş cümlələrdən hansında cümlənin inkar forması doğru verilibdir? It doesn't be spicy food. To be feilinin inkarı doesn't-la düzəlmir. Isn't spicy food olmalıdır. A bəndi yanlışdır. Expect not good news. Yaxşı xəbər gözləmə demək istəyiriksə, əmr formasında don't expect good news olmalıdır. Yəni bu cür düzəlmir inkar forma. Bu da yanlışdır. I never am late for class yox. I am never late olmalıdır. Çünki to be feilindən sonra gəlir nevə zərfi. C variantı da yanlışdır. I don't think he will agree. Düşünmürəm o razılaşar. Burada bir problem yoxdur. Standart ingilis dili normalarına uyğundur. We don't hope it snows tomorrow. Bu isə yanlışdır. Ümid etmirik sabah qar yağacaq. Əslində biz ümid edirik sabah yağmayacaq demək lazımdır. Ona görə bu cümlə doğru olardı ki, belə we hope it won't snow tomorrow. Sabah yağmayacaq ya da it doesn't snow tomorrow formasında olmalıdır. Yəni inkarı burada yox, burada vermək lazımdır. Y variantı da ona görə yanlışdır.